Babək qalası ikinci hissə. Üsullara görə üzr istəyirik. Küləyin olmasını nəzərə almamışdıq. Mikrofonun xırıltısı vəziyyətimizi gərginləşdirdi. Bu səbəbdən çox səsləri kəsməli olduq. Xahiş edir, nəzərə alın. Biz adi telefonla çəkmişik bunu. Dostum məsələdir, vahimə götürmə, qorxmursan. Bəlkə də videoda belə görünmür, inan ki, çox dəhşətlidir. Bu qədər hündürlükdə. Mən belə təsəvvür etməzdim. Oldu nə? Birinci dəfə buraya gəlirəm. Orada necə tikirəm? Mən oldu, bilmirəm. Mənə elə gəlir ki, bu bizim birinci videomuz olacaq bilir. Mən belə video görməmişəm, qardaşım. Nəyə görə? Ona görə ki, gecə yüz baxırıq orada bu. Bəlkə görmüsən sən? Görmüsən? Babək haqqında, yəni belə çəkiliş görmüsən? Görməmişəm. Mən də görməmişəm. Doğrudan həqiq görməmişəm. Bəlkə var, mən bilmirəm, xəbərim yoxdur. Amma görməmişəm, çox axtarmışam. Görməmişəm. Eksplorlara gəlib eləmirlər yəni. Doğrudan mən təəccüb edirəm. İndiyə qədər belə yeri niyə gəlib bu cür seçmirlər? Biz təəccüblü qalmışıq. Biz kino çəkən deyilik, bir şeydir. Özümüz üçün həvəskar adamlar belə deyilik. Onlarla bir şeydir, mən çoxdan gəlirəm. Qardaş, bir dənə sağ olurlar, yaxşı göstərir. Öz millətimiz görsün ki, o harab, isbar deyil. İndi bu ətrafı belə göstərecək. Bu görsünlər ki, bu hansı hündürlükdədir, hansı hardadır bu, təsəvvür etmək mümkün deyil. Dağılıb baxırda bu sınırın qayaların üstündə.
Ha, indi. Bu kalanın bu. Neyse bilmiyorum. Burada neler olur, neyse olur, neler olur. Bilmem biz bunlar İndi baxar orada maraqlanar görək. Hər halda bir tarixçilərdən, bir bələdçilərdən olsaydı bizə anlatardı. Hər halda bizim anlamımız belədir də. Görək. Baxırıq, təxminən fikirləşirik ki, yozmalar eləyir ki, belə olar, elə olar. Gəlirəm, gəlirəm. Gəlirəm, gəlirəm, maraqla. Ha, buyur. Bu kalanı bizlere mesela o şey gösterenler yani bu bələdçilik eləyənlər Allah bunlardan da razı olsun. Allah o kadar razı olsun ki yani Allah Teala kısmet eləsin biz Vazifamız Neyman parası Hazreti Rıban'dan kalır. Elhamdülillah, elhamdülillah. Size konaksınız, gözümüzün dışındasınız. Sağ ol, sağ ol, sağ ol. Sağ ol. Allah senden razı olsun. Sağ olmasın biz neyiniciz? Bunu verməli, şöyle ağzını verməzsən misin bana? Yakından sıkıp var, bunu sumu verməzdin sen. Gidelim qaytaracaq aldım. Gidelim baxaq görək. Ben de bilmem şöyle satmışsın. Sen yukarı mı? Tamam, tamam. Herkes bir təmir olur. Ya buradan böyle Çünkü alsın. sen təmir olur. İçeri qaranlıqdır, bilməm, içərini görə bilərik. Ay millet, baxın görün biz hardayıq. Siz bura baxın, təsəvvür edin ki, bura nədir? Ha, bura deyir, hələ yuxarı var, ona bak, ay Allah, harada bu? Bir saat bir götürür yasaq. Qardaş, bu nə deməkdir? Kelebağ da Tehranlı qardaş. canlarıdır. Ay Tehranlı qardaş. Sana. Sana. Bir sözdür də. Valla ne diyeyim adam kalır dene Doğrudan. bu kaleni görür. Allah'ın bu azametini görür. Ne diyeyim. Allah'ın doğrudan sözü qalmır, desə. Allah kısmet eləsin. Ya Bakıda da belə bir yaxşı bir qala içəri şəhər. Nə o yersənir gibi, belə başqa şeydir. Bu müqayisə olması deyil. Müqayisəsi olunur ama bu da bizimdir. Yani bu bununla biz fəxr eləməliyik. Bu qədər fəxr eləməliyik ki biz yani bunları bunu gelip biz bunu çocuklarımız, övladlarımız, yani xalqımız bir hediye kimi verəcəyik. Yani ürəyi istəyənlər, yani bu qədər əvvəl kimi problem deyil bura gəlmək. Problem deyil Azərbaycan, yani Şimal Azərbaycan vətəndaşlarımıza gəlməyini o qədər də yani nə bu cəhətdən, yəni başqa bir cəhətdən yəni problem yox. İnşallah biz onları da dəvət edirik. Bura ən sıx dəvət edirik. Tarixçilərimizi onları yazsın, çəksin, göstərsin millətimizə. Mən başa düşmürəm, bizim kino seçilərini niyə gəlib burada necə lazım bir veriliş hazırlamırlar? İnşallah Allah gəlirlər bundan sonra. Düz, indi çəkilişimiz olardı, siz səviyyəsi biraz aşağı olar. Amma indi əlimizdən gələn budur, nə etməli? Biz bacardığımız budur. İnşallah biz indi Sənin sağ ol. qalanın əsas İnşallah orada burada
Bəli. Siz bunun belə danışmağına baxmayın da. İlk baxsa adam elə gəlir ki, bu bizi bələdçilik edir. Birinci dəfə gəlir. Yəni öz fikirləşdiyimiz yəni yozmalarla fikirləşib bir olayla bağlı. Yəni biz fikirləşdik. Yəni ki, səyahətçi addır ya. Səyahətçi o mənada ki, yəni bu Hindistan gəlir. Biz öz bilimizdən gəlir. Yavaş fazlasın qaldı ki, oturduğu yeri, yəni təqribən. Ofisində də belə desək. Belə desək, yəni oturduğu yer, Ha, tarix yazdı. hansı yerdə oturur. Qalayın qapısına içəri giririk. Vaxtı çəkib bağda. Yəni Allah bizə qismət elədi, biz də bu qalanın içine girebiliriz. Buranın bağlı. Bu qalanın qapısının ağzını yarpağını biz bu qalandan içəri Bak şöyle bir şey görebilir mi? İçeri girə bilmədik, ancaq Böyle sıkıntıysa burada. burada təbrik edib. Deyilənə görə Babakin oturduğu yer. Yani siz bura bakın. Gelin görün burada ne var. Gel gel. Gel sen de gel. Gel kes. Hadi. Bura ne de? Ha, o da bu vahim olsun ha kardeş. Görün biz hara çıkmışıq. Kameranın gözü ilə baxanda adım elə gəlir ki, 5-10 metr burada məsafə var. Amma təsəvvür edin ki, zirvəsi buludlar dayan dağın üstündən dərəyə baxır. Necə görünür? Adamın gözləri qararır baxanda. Kameralar çox az məsafə görünür. Ne tekir yumurtayı? Bu ha? Bu senin. Yok baba. Bu mava. Nedir? Mava sarısı. Mama nedir? Sarış nedir? Torpağın sarısı. Ha, sarı torpak. Ha. Daha bir bakmış değil.
Gedək orada baxaq. Biz ortağımızın Ha? bir liseyle gittikler bu. Neçə ilə? Oğlum nə deyim, sənə bu. Dağın başında. Bizi gətirirlər, necə qaldırırlar bunlar burada? Suyu hardan tapırlar burada? Buranın özünün suyu var. Aşağıdan? Onda sən hey nazarla qaldırırlar da yəqin də. Burası Sabirəli deyil o. O anda ne oldu? Ondan sonra olmaz. Herhalde pillesi var. Burada yol olur da. Mahalda burada yol olur. Evet. Sarısı. Böyle bir yere fıstık kalan böyle bir yere. Yani bu kalanın en yüksek gökçesi değil. Aha da var ya. Aha var ya. Sonra valla buraya. Zəhmət çəkin. Zəhmət çəkin. Buradan kalanın en yüksek gökçesine kalkırır. Buradan yukarı yok da. Buradan yukarı yoktu ki da. En yüksek yer. En yüksek kalanın en yüksek yeri kalkırır. Son gökçesine göre satmıştır. Bilirlər. Axıncı bilirlər. Şimdi yani. İyi ya. Tamam. Tamam. Şişen. Çok sürüyor. Bu kalanın yani azıcık saklandığı yeri olur. Burada bir burada kesip hayvanları kesip asılmışlar. Şurada. Arap olmaz. Arap olmasın ha. Çok. Önemli. İyi ya. Sağlık. Buraya böyle soğutucu bir istifade ediyoruz. İşıq var orada. Yoxdur. Çəkmək olar oranı. Olmaz. Baxaq da görünməz. Sən əliniz odara görə nə görür orada? Yavaş yavaş üçüncü qaranlıq. Ay sağ görünür. Bəşər. Görünür bir adım da o açır. Çəkilir. Bir adım da qalxdı o əlin geçsin sən. Ay sağ. Bir görünür oranı. Deməli bu azıqa saxlanan yerdir. Ərzaq. Ərzaq saxlanan yer. Ki sərin qalsın. Sərtxanasıydı. Bu bələdçimizin dediyinə görə çünki kənddən olan var burada. Şəhərbər kəndindəki o şey həmin kənddən, yəni herhalde məlumatlıdır. O sözün əsas olub deyir. Burada deməli azıqa saxlanılır. Deməli, Biz xarab olan şeylər burada saxlayırlar ki. deməli sərtxanasıymış da bura. Hop. Cebək görək çöldə nə var? Gəl qardaş, gəl. Havanın yüksək, en yüksək. Bundan yüksək nöqtə yox. Bundan yüksək yeri yok. Yüksək nöqtə. İki versin. Bu da son. Bir de son yok. Gəl qardaş, gəl. Son yok yani. Buradan
bakanda şuna Azerbaycan'ın işgalimiz görüyor. İşgalimiz görsün. Ben bir söz demek istiyorum. Orada yokluk sanmıyorum. Uşaqlarla bir işmiş, bir yönde qalxı bir telefon olacaq. Şu başında da. Kardeş ne tersen? Axırı ki çatdıq ha? Bəli, elə. Arzuladığımız nöqtə bu idi. Elə Bax biz buradayıq. Deməli o tərəfdə gördüyünüz dağlar, ora Şimali Azərbaycana ait dağlar deyil. Qardaşımız deyir ki, axşamlar işıq yanında bizim işıqlar oradan taydan görür. Yaşa, çox baxaram. Baxın qardaşlar, deməli burada ən yüksək nöqtədir bura. Bundan yüksək artıq yoxdur. Buradan yəqin ki, hər tərəf seyir olunur. Biri də orada araba olmadı. Hansı? Hansı? O nə demək tikiblər orada? O da Didaban yeridir. Nigahbanisiymiş. Necəhbani, yəni gözətçi. Nigahban. Ha, gözətçi. Baxın, gör hardan bu. Orada demək gözətçi dayanırmış, izləyirmiş buraları. Bələdçimizin dediyinə görə. Yəni oradan baxıb, düşmənlər əgər uzaqdan gəlirlərsə, demək olar görürlərmiş. Tamam dövrə duvar eləmişmişlər. İki gün biz hardayıq. Buradan kim görsə, onlar dəhşətə gəlir. Baxın, görün harada. Vallahi əlimizə baxıram, heç görə bilmirəm. Mən düşünür. Amma təsəvvür edin ki, çox əzəmətlidir. Amma baba. Ha, Arif. ha. Yamaç geçse şu. Qoy keçsin o tərəfə o. Qalıya gəlib çıxmağı hər bir Azərbaycan vətəndaşına fərq etməz. Bu tərəfə yaşayan Azərbaycanlı, yaxud yaşayan Azərbaycanlı hər birisinə Oraya gitme. Xahiş edirəm səndən. Düş aşağı, düş aşağı. Getmə ora. Qardaşım, düş aşağı. Ora gəzməsi səndən xahiş edirəm, düş aşağı. Düş. Allah razı olsun. Bax görürsən. Ora çok kaşan yeriymiş. Qəşəng yerdi, amma bizi qorxutdun yaman. Yok, korkmayın. Heç bilirdiniz hara çıxmışdı bu? İnan ki, bu dayandığı yerdən üz aşağı baxanda adam gözləri qaralır. Bura çıxmaq olar qardaşım. Yaman qorxutdun bizi ha. Bu qalanın dolar hesaba qoyulmur.